99 sürmürdün artıq qabaq, qırmızı 99. Bığlı olan bilmir. Nə dostlar, gedirik 12 addım reabilitasiya mərkəzinə. Ruslan qardaşımızı müalicəsi üçün, 6 aylıq müalicəsi üçün yerləşdirəcəyik ora və inşallah ki, müalicəni tam başa vurar və nəticəni sizə təqdim eləyərik. Deməli, bunu görəndə Əkmən müəllimə qayıtdım ki, dedim bu uşaqla mən orada görüşmüşəm. Bax, indi təpə var orada, təpədə görüşmüşük. Hansı təpədə? Elə bir şey. Qırmızı bazar tərəf var idi. Müharibədə? Xankəndi istiqamətində idi. Amma oranın da öz ləzzəti var idi, döyüşün. Əlbəttə şey qardaş. Adam ləzzət edirdi. Elə bir ölmək də şirin gəlirdi adama ki, belə onsuz da şəhidlik zirvədir. Amma var, o qədər vətənpərvər ruhu var ki, Allaha and olsun mən, yəni orada xoşbəxt olduğumu, heç də xoşbəxt oldum. Müharibədə. Qara oğlan. Sağ. Salam aleyküm. Siz burada mühafizədəsiz yoxsa nə istəyir? Qapıçı işləyirəm. Qapıçı. Ola keçək. Buyurun.